Salam hər kəsə. Bu sınaqda proverblərin izahını verirəm. Deməli, necə eləyə bilərik ki, proverblər yadımızdan çıxmadan tam rahat şəkildə görən kimi yadda qalsın? Əvvəlcə mənalarına baxaq. Burada birinci sualda deyir ki, an apple a day keeps the doctor away. Bunların bir tərcüməsinə baxaq. Yəni bir alma, yəni bildiyimiz sözlərdir də. Bir gün saxlayır, həkimlə uzaq, həkim uzaq. Yəni birləşdirəndə alma bizi bir həkimdən uzaq saxlayır. Yəni gündə bir alma yemək, buradan nə məna çıxır? Buradan o məna çıxır ki, alma yemək yaxşı bir şeydir də. Alma yemək yaxşı bir şeydir ki, bizi həkimdən uzaq saxlayır. O demək deyil ki, gündə mütləq bir dənə alma yeyən adamın yolu həkimdən düşməz. O deməkdir ki, yəni gündə bir alma yemək bizi həkimdən uzaq saxlayır. Yəni xeyirdir alma bu mənada. Onu şişirtmək üçün, vurğulamaq üçün. İndi baxaq variantlara. A variantında deyir ki, biz gərək uzaqda olanda alma yeyək. Nə bilim, məsələn, ölkəmizdən uzaqlaşanda, harası uzağa gedəndə alma yeyək. Nə əlaqə? Elə bir şey demədi. C-yə baxın, deyir ki, alma sizin üçün yaxşıdır. Bəli, budur variant. Evdə deyir ki, həkimdən uzaq saxlamaq üçün yeganə meyvələr elə almalardır. Başqa meyvə yesək həkimə düşəcək. Bir dənə almadır. Elə demir. Burada deyir ki, gərək həmişə həkimə baş çəkək. B-də də deyir ki, həkimlər üçündür yalnız alma. Qətiyyən burada almanın xeyrini vurğulamaq üçün deyir ki, bir dənə alma ye, həkimə getmə, həkimdən uzaq qal. Yəni alma nə deməkdir? Sənin üçün yaxşıdır deməkdir. As right as rain isə perfect deməkdir. Yəni yağış kimi düz, yağış kimi düz bu mənadadır ki, yəni bunu necə deyək ki, yadda saxlayaq. Yağış kimi düz, perfect, yəni perfect bu mənada. Fortune favors the bold isə o deməkdir ki, bold sözünü burada yadınızda saxlasaz, A variantı ilə əlaqələndirərsiniz. Çünki bold sözünün mənası mənimlə cəsur deməkdir, cəsur. Cəsur adam riskə gedər, bəli, riskə gedir. Elə zaten cəsurlar riskə gedir də, qorxaqlar yox ki. Burada bilirsiniz nə deməkdir? Bu o deməkdir ki, talih cəsurların yanındadır. Türklərdə belə şey var, talih cəsurlardan yana. Talih cəsurları sevir. Bax, bu da həmin sözdür də, elə bil ki, talih cəsurlardan yana, yəni A variantıdır. Harda bu sözü görsəz, bu atalar sözünü görsəz, bold sözünün mənası yadınızda qalsın ki, cəsur deməkdir. Cəsur söz, cəsurla da cəsur adam risk götürər, A variantı düz gəlir. 4-də isə atalar sözün mənası deyir ki, it's a poor workman who blames his tools. Yəni kasıb o işçidir ki, yazıq o işçidir ki, yəni burada poor yazıq mənasındadır da. Yazıq o işçidir ki, öz alətlərini günahlandırır. Öz alətlərini günahlandırır. Yəni tutaq ki, mən bir işi görürəm, o iş alınmır. Başlayıram misal üçün deyirəm də, məsəl üçün bir şey yazıram, deyirəm ki, bu ruçka pisdir, xəttim pis deyil mənim, ruçka pisdir. Axı xəttim pisdir, ruçkanın nə aidiyyatı var? A-da deyir ki, sən tənbəlsənsə daha bir başqa iş tap. Burada işdən ümumiyyətlə söhbət gelmir. Burada ondan söhbət gedir ki, zəif o adamdır ki, cahil o adamdır ki, özün qoyub başqasını günahlandırır. Nə bilim, öz işini qoyur, başqasının öz alətlərini günahlandırır. Yəni bu mənada. B-də yenə də təhsillidən danışır, təhsilliyinə əlaqəsi yoxdur. D-də yenə də deyir, zəngin olmağın iş yollarını tap, qətiyyən əlaqəsi yoxdur. Kasıbsansa, özünü günahlandırmalısan, gərək özünü günahlandırasan. Burada kasıb məna, əslində C variantı məntiqən baxaraq ki, uyğun gəlir, amma burada kasıbçılığı nəzərdə tutmur, bacarıqsızlığı nəzərdə tutur. Yəni işdə olan, burada E variantında iş sözü olmasaydı C-ni də götürə bilərdik. E variantında sırf iş sözünü vurğulayıb ki, yəni bir peşədə sən bacarıqlı deyilsənsə, digərlərini günahlandırma. Yəni burada peşədən söhbət getdiyini vurğulayıb. B variantında 5-də isə deyir ki, haste makes waste, yəni tələsən təndirə düşər. Bizdə də bu atalar sözü var, tələsdinsə təndirə düşəcəksən. E-də deyir, uğurlusansa, çalışqansan. Burada ondan danışmır ki, burada tələsəndə işlərin alınmamağından danışır. Heç bir səhv etməyəcəksən, təcrübəlisənsə, yenə də təcrübədən danışmır. Və yaxud da uğurlu olacaqsan, əgər vaxtı israf eləsən, qətiyyən əlaqəsi yoxdur. Sən deyir, səhvlər edəcəksən, əgər sən rushda tələsməkdir müəllimlər, əgər sən tələssən nəyəsə, onda sən təndirə düşəcəksən. Yəni, gedib bəlkə də təndirin ağzını açıb bura düşməyəcək ki, tələsən təndirə düşər. Yəni, səhvlər buraxar deməkdir. A-da deyir, tələssən uğur qazanarsan, xeyr, əksinə. 6-da deyir ki,
elə bir it's always, bax dəqiq tərcümə eləsəz, həmişə deyir ən qara vaxt, ən qaranlıq vaxt sübhdən əvvəl olan vaxtdır. Yəni sübh çağı tutaq ki 5-dədirsə, 6-dadırsa, gecənin ən qaranlıq vaxtı da həmin ondan əvvəlki vaxt olur. Yəni bu nə deməkdir? Hər qaranlıq gecənin işıqlı bir səhəri var. Yəni sübh çağı açılmadan əvvəl ən qaranlıq vaxt olur. Yəni üzülmədə səhər atılacaq, günəş yenidən çıxacaq deməkdir. Yəni bu o deməkdir ki, bir şeylər daha da pisləşir, yox, əksinə daha da yaxşılaşacaq. Yəni qaranlıq gecəyə baxıb üzülmə, daha yaxşı ola bilər. Yəni yeni bir səhər açılacaq. Eynidir demək deyil, bir şeylər dəyişəcək demək deyil, ya da fərqlidir demək deyil, ya da pisləşəcək demək deyil. 7-də deyir ki, know which way the wind is blowing, yəni küləyin hardan əsdiyini bilirsən. Küləyin hardan əsdiyini bilmək, situasiyanı anlamaq deməkdir. Yəni biz deyirik, mən bilirəm, külək hardan əsir, bilirəm. Yəni küləyin hardan əsdiyini bilmək məcazi mənadadır da. Yəni situasiyanı anlamışam, bilirəm bu nə olan məsələdir. Yəni bu o deməkdir. 8-də isə leave no stone unturned, yəni bax bu nədir? Leave tərk etmək, no stone, heç bir daş, unturned, çevrilməmiş, heç bir daş, çevrilməmiş daş qoymamaq deməkdir. Yəni leave-in həm də unutmaq mənası var da. Heç bir çevrilməmiş daşı unutmamaq, yaddan çıxartmamaq. Yəni bu nə deməkdir? Hər yeri axtarmaq C variantı. Bax look everywhere. Məsələn deyirəm ki, məsələn tutaq ki, evi ələk-vələk elədim, amma yenə də məsələn falan şey tapa bilmədim. Yəni çevrilməmiş bir daş belə qoymadım. Hər daşın altına baxdım, amma yenə də tapa bilmədim. Bu şeydir, məsələn hər daşın, məsələn deyirlər, polislər gəldilər və hər daşın altına baxdılar. Hər daşın altına baxdılar, o deməkdir ki, daşları qaldırıb baxdılar. Yəni hər yeri axtardılar deməkdir də. Yəni C variantıdır burada da. Bu belə. Çevirək digərinə 9-cuya. Burada deyir ki, let sleeping dogs lie, yəni icazə ver, yatan itlər uzansın. Yəni bunu belə çevirsək, yatan iti oyatma. Yəni yatmış iti oyatma, üstümüzə onu hürdürmə. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, diskusiyanı başladı, problemli bir müzakirəni başladı. Xeyr, əksinə problemli müzakirəni dayandır. Yəni deyirik, o problemi açma da, yatan iti oyatma. Kiməsə deyirik, yatan iti oyatma da üstümüzə. Yəni qoy da sakitçiliyi də uzatma, söhbəti bağla, problemli məsələdə onu açma. Ona görə burada stop. Yəni problemli issue sözü elə problemli də məsələdir. Məsələni dayandırmaq deməkdir bu. Like two peas in a pod isə yəni bir almanın iki yarısı. Bir almanın iki yarısı necə olur? Bir almanın iki yarısı bir-birinə çox bənzər olur. Yəni B variantı məncə birlikdə, həmişə birlikdə deyirik. Onlar bir almanın elə bil iki yarısıdırlar. Elə eyni bir yerdədirlər. Və yaxud burada bunun definitionu similar ola bilər, bənzər, yəni çox oxşar, eyni. Deyirsən, məsələn, onlara bax, elə bir almanın iki yarısıdırlar. Və yaxud deyirsən, bir almanın iki yarısı kimi heç ayrılmırsınız. Yəni, həmişə bir yerdəsiz də. Bəzən görüşmək deyil, problemləri olmaq demək deyil, qeyri-adi dadlar və yaxud da fərqli olmaq demək deyil. 11-də deyir, make hay while the sun shines, yəni düzəni payızda sayırlar, nə bilim, günəş parlarkən belə bir şey. Yəni, bir şey yaxşı vaxtda da, yəni yaxşı bir vaxtda, düzgün vaxtda situasiya, o avantajı olmaq deməkdir. Bu make hay while the sun shines, əgər məni yaddaşım aldatmırsa, keçən ilin sertifikasiyasında düşən definition bu idi. Biri bu idi, %100 bu idi. Hətta əminəm ki, yaddaşım məni aldatmır, bu idi. Burada işləyərkən səhvlər edirsən demək deyil. Nə bilim, günəşdən qəti söhbət getmir, günəşlənməkdən də söhbət getmir, qayğıya qalmaqdan da söhbət getmir. Bu deməkdir ki, düzəni payızda sayarlar, yəni doğru vaxtda eləyərlər də o şeyi. Yəni bir şey eləyəndə doğru situasiyanı gözlə, ən yaxşı situasiyanı gözləmək deməkdir. On cloud nine isə very happy deməkdir. Bizdə türklərdə də belə söz var. Məsələn, buludların üstündəyəm. Bulud sözün buradan yadda saxlayın ki, çox xoşbəxt olan insan deyir ki, buludların üstündə kimiyəm. Like, run like the wind, külək kimi qaçmaq, külək kimi əsdi, külək kimi qaçdı. Nə deməkdir bu? Yəni bir şey çox sürətlidir deməkdir də. Sürətli sözü də müəllimlər burada B variantındadır. Külək kimi məsələn deyirik, elə yanımdan keçdi, külək keçdi, elə bir külək kimi keçdi. Yəni bu nə deməkdir? Yəni sürətli keçdi deməkdir. Baxın, C-də deyir low speed, aşağı sürət
Burada against, yəni qaçmağın əleyhinə ya da nəyisə qarşısına qaçmaq, çox yavaş olmaq yox, əksinə sürət mənasındadır. Külək kimi sözü sürət mənasındadır. Shape up or ship out, yəni bir şey ya daha yaxşı et ya da çıx get. Yəni bunu bacarırsansa elə, bacarmırsansa eləmə. Yəni bu o deməkdir. Up nədir? Yuxarı. Yuxarı, out nədir? Bir şeyin çölü olmamaq. Yəni ya bunu yuxarılara qaldır, belə yadda saxlayın, ya da at burax, başın getsin, yəni leave elə. Snowed under, qarın altında, baxın, qarın altında. Qarın altında, gəlin bunu bir məntiqlə bir şeylər tapmağa çalışaq. Qarın altında belə yadda saxlayın da, yəni çox məşğul deməkdir. Yəni deyirik, məsələn, itib batıb, məsəl üçün nəyinsə içində çıxa bilmir. Elə bil o qədər məşğuldur ki, yəni o şeyin içindədir də. Belə bir şeylə yadınızda saxlayın. That ship has sailed, həmin gəmi üzdü, çıxdı, getdi. O deməkdir ki, o gəmi getdi, yəni artıq çox gecdir deməkdir. Yəni bunun vacationla əlaqəsi yoxdur, gəmilərlə əlaqəsi yoxdur. Üzməklə əlaqəsi yoxdur. Bu sırf o mənada ki, biz də deyirik, o qatar getdi, o qatar getdi. Yəni artıq gecdir bir şey üçün deməkdir də. Bu onu o zaman işlədirik biz. 17-də isə, yəni 22 dənədir. Düşənlər də ancaq bunlardır. 17-də isə deyir ki, there are clouds on the horizon. Görək bu nə deməkdir? Bunun hava ilə qətiyyən əlaqəsi yoxdur. Ya da yenə hava ilə, günəşli günlərlə əlaqəsi yoxdur. Bu narahatlığın gəlməsi deməkdir. Yəni deyirik, məsələn, göydə buludlar var. Göydə buludlar var. Yəni bunu tutaq ki, havaya baxıb demirik. Ümumiyyətlə deyirik ki, bulud var göydə. Yəni nəysə bir situasiyada deyirik ki, yəni narahatlıq gəlir, o gərginlik var. Buludlu hava necə hava olur? Tutqun hava olur da, düzdür? Buludlu hava mənasında yadınızda saxlayın ki, bunun ümumiyyətlə günlə, hava ilə, deylə əlaqəsi yoxdur. Bu sırf onunla bağlıdır ki, problem gəlir, yoldadır. Waste not, want not isə ayağı yorğanlığa görə uzat deməkdir. Yəni ayağını yorğanlığa görə uzat. Nə istəmə, nə də israf etmə. Bax, belə bir tərcümə eləsə, yəni istəmə, israf da eləmə. Yəni bir şeyləri ayağı yorğanlığa görə uzat. Burada da nə deməkdir? Yəni həqiqətən ayağımızı yorğanımıza görə uzatmırıq ki, yəni nə varsa onu. Məsələn, burada deyir ki, bir şeyləri israf eləmə. Sən həmişə kifayət qədər pullu olacaqsan. Bəli, cavab B variantıdır. Yəni israf eləmə də, ayağı yorğana görə uzatsan, hər şey normal olar. Burada komfortlu həyat demək deyil bu. Ya da müzakirə etmə şəxsi deməli finansal, yəni maddi şeyləri ondan söhbət getmir. Gərək bir şeylər istəyirsənsə pul xərcləyəsən, qətiyyən əlaqəsi yoxdur. Bir şeyləri israf eləmək daha yaxşıdır. Xeyr, bu o deməkdir ki, yəni ayağı yorğanlığa görə uzat, hər şey yaxşı olacaq. Bu gün 10 manatın varsa 10 manat xərclə, 5 manat xərclə, 5 manat xərcləmə ki, sabaha da pulun olsun. Yəni bu E variantındadır. Həmin ifadəmiz. Storm isə storm necə bir şeydir? Qasırğa, tufan deməkdir də, düzdür? Bu hava şərti necədir? Pis bir şeydir də, düzdür? Pis bir şeydirsə, bunu çətinliklə əlaqələndirin. A variantındakı çətinliklə, yəni çətin bir şeyin olması. O isə oradakı bulud sözü kimi, yəni narahatlıq gəlir də, düzdür? Burada da go through something difficult, yəni nəsə çətinləşməyə doğru gedir. Yəni qasırğa qopacaq. Bu söz ifadə edirsən, türklərdə var, deyirlər ki, qasırğa qopacaq, məsələn. Yəni qasırğa qopacaq nə deməkdir? Yəni bu dəqiqə deyirlər, burada qasırğa qopacaq. Yəni çətin bir situasiyada, çətin bir şeylər var. Havadan söhbət getmir, ya yenə də gündən havadan söhbət getmir, tətildən, nə bilim havadan yenə də söhbət getmir. Well begun is half done, o deməkdir ki, yəni bir şeyə başlamaq da elə işin yarısını etmək kimidir. Yəni bugün işin sabaha qoyma kimi də, başla kimi deməkdir bu. Yəni burada hobbiləri müzakirədən getmir. Yəni burada kimisə cəsarətləndirmirəm. Tapşırığı başlamaq asandır ya da vacibdir bitirmək demirəm. Burada yəni bir şey, yəni işə başlamaq da vacibdir deməkdir də. Yəni yaxşı bir başlanğıc da vacibdir. Fərqi yoxdur. Yəni başla, işə başlamaq da elə o işin yarısıdır. When it rains it pours isə o deməkdir ki, yəni deyirik, bir gəldim üst-üstə gəlirik. Yəni bir dənə elə belə o yağış yağdı,
balaca gölməçələr doldu. Belə yadda saxlayın. Gölməçələr doldu. Bir dənə problem gəldi, ardıca 50 dənəsini gətirdi. Problemlər dərhal burada deyir həll edilir. Yox, əksinə gəlir. Yenə hava ilə əlaqəsi yoxdur. C-də yenə hava sözünü verib əlaqəsi yoxdur. Vacation verib tətil əlaqəsi yoxdur. Burada hər şeyin pisləşməsindən söhbət gedir. Fikir verdinizsə, yağışlı ifadələrdə hamısı mənfi məna idi. Nə bilim, weather storm çətin bir situasiyada idi. Horizon nə bilim yağışlı trouble demək idi, narahatlıq gəlir demək idi. Yenə burada yağış sözü var, yenə wrong sözü səhv deməkdir, pisləşmə deməkdir. Bir dənə orada yağış situasiyasında bir dənə orada yaxşı şey var idi. As right as rain, yəni o bir dənə perfect demək idi. Sonuncu olaraq 22-də isə deyirsən omlet eləyə bilməzsən ha, yumurta qırmadan. Biraz yumurta qırmamış omlet olmaz. Yəni bu o demək deyil ki, həqiqətən yumurta qır. Yəni ya da B variantında niyə yumurta sözünü çəkib? C variantında yemək, yeməkdən ya da cookingdən söhbət getmir. Həmişə burada məcazi mənalarda. Yəni deyir ki, həmişə bir şeylər etməyin bir dəyəri olur, bir bədəli olur. Türklər deyir, yəni bir şey etməyin bədəli var. Bunun bir bədəli var. Bədəli var, yəni o deməkdir ki, yəni bu bir şeyi yumurtanı qırmalısan ki, o hazır olsun. Yəni nəyinnənsə ödün verməlisən ki, sən o şeyə əldə eləyəsən. Yəni bu mənadadır. Yəni atalar sözləri heç vaxt o dəqiq mənanı vermir deyə. Yəni belə bir atalar sözləri görsəz, yəni hava ilə bağlı görsəz, hava ilə aid olanları çıxın. Nə bilim yumurtanı görsəz, cookinglə bağlı, omletlə, itlə, ex-ilə bağlı olanları çıxın. Tutaq ki, Azərbaycan dilində deyir ki, bir əldə 2 qarpız tutmaq olmaz. Burada qarpızdan söhbət getmir ki, əlbəttə ki, bunu uşağa desin nə deməkdir? Uşaq deyir ki, o deməkdir ki, yəni əlində qarpız tutma. Uşaq bunu o cür anlayır. Biz anlayırıq ki, burada söhbət ondan gedir ki, bir əldə 2 qarpız tutma, yəni 5 dənə işi eyni anda görmədə bu mənadadır. Yəni bu qədər idiomlar, atalar sözləri də bu qədər.